Bu podkastlar Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 3-cü Bahar İctimai Birliyi tərəfindən cəmiyyətdə ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdır. Podkastın məzmununda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər. Bəzən Namir bəy qayğını gənc nəsil daha təzyiq olaraq qəbul edirlər. Cavanlarla qozalar arasında demək olar ki, anlayış yoxdur. Bir dursun yer versin sənə, yaxud bir yol keçəndə tutsun əlindən keçirsin, bunlar ehli yoxdur. Mənim ətrafımda kimin babaları, yaşlı nəsillə əlaqəsi olan insanlar varsa, hamısı çox qayğı keçdilər onlara qarşı əslində. Belə sənin dövrün deyil indi. Praktikada özü belə necə ayağı pavuçuğa batmayınca onu siz başa düşməyəcək heç var. Salam, hamınızı xoş gördük. Bugünkü podkastımızın mövzusu nəsillər arası qayğı, nəsillər arası qayğının möhkəmləndirilməsi, 3-cü baharını yaşayan insanların daha gənc nəsillə olan qayğı ilə bağlı olan gözləntiləri, istəkləri, bunlar haqqında danışacağıq. Bugünkü qonağımız Namiq bəy. Xoş gəlmisiniz. Çox sağ olun. Digər qonağımız isə, həmsöhbətimiz isə gənc Nərgiz xanımdır. Buyurun Nərgiz xanım, özünüzlə bağlı nə demək istəyirsiniz? Hər vaxtınız xeyir. 24 yaşım var, balaca qızım var. Allah saxlasın. Çox sağ olun. Əslində musiqiçiyəm, skripaçam, amma futbol ilə məşğulam. Çox sağ olun. Namiq bəy, ilk sualım sizədir. Buyurun. Siz özünüzdən gənc nəslin qayğısını, diqqətini, sevgisini necə görmək istəyirsiniz? Ümumiyyətlə görürsünüzmü o gəncliyin sizə olan 3-cü baharını yaşayan insanlara olan sevgisini? Bilirsiniz, bu gənclər maşallah olsun, indiki gənclər tamam başqa, bizim dövrümüz tamam başqa idi. Bizdə diqqət çox idi yaşlı insanlara bizim dövrümüzdə. Mesela bizim valideynlərimiz, anam rəhmətli həmişə bizə deyərdi ki, böyüyü gördün, məsələn üçün, qadın gördün, keç o bir səkiyə, bu səkidə dayanma koy, rahat geçsinə git. Yəni indiki zamanda gənclər biraz daha çox bu texnikaya, bu telefona maraqları çoxdur. Yaşlı insanlar bəzən görmürlər. Demək olar ki, görmürlər. Bu bariz nümunə, elə metrolarda görsənir bunlar hamısı. Çox istərdim bu cavanlar biraz diqqətli olsunlar. Çox istərdim. Mən öz nəvələrimə də tapşırıram bu şeyləri, yəni ki, diqqətli olun, böyük gördün, salam verginən. Ümumiyyətcə nə deyim, valla, indiki dövrlə bizim dövrümüz tamam başqa-başqa dövrlərdir. Biz yaxşı zamanda yaşamışıq, indi də pis zaman deyil sözsüz. Amma ki bu tendensiya, bu cavanlarla qozalar arasında demək olar ki, anlayış yoxdur. Əgər ailəni saymasaq, bayırda yoxdur. Qətiyyən. Bir dursun yer versin sənə, yaxud bir yol keçəndə tutsun əlindən keçirsin, bunlar ehli yoxdur. Çox istərdim bunlar hamısı olsun. Gənclər biraz diqqətli olsunlar. Sizcə mənim sözlərimlə gənclər ola bilər, inciyərlər. Amma hər ehtimala qarşı onlar yaşlı insanları görməlidirlər. Çünki o yaşa onlar da gəlib çatacaqlar. Mənim yaşım az deyil. Belə bir ömrü yaşamaq üçün gərək hər şeyi görəsən, biləsən. Məncə belə başa düşürəm. Namiq bəy, hal-hazırda düşünürsünüz ki, gənclik 3-cü baharını yaşayan özündən əvvəlki nəsillər daha çox görmürlər. Görünmək istəyirlər. Hal-hazırda daha böyük nəsil, daha belə deyək, ağsaqqal nəsil, ağbirçək nəsil daha çox görünmək istəyirlər. Mən şəxsən istəyərdim ki, cavanlar bizi görsünlər, bəyənsinlər. Məsələn, mən özümü tərifləmirəm, indi deyərsiniz özünü tərifləmirəm. Nümunə kimi mən varam onlar üçün. Ki, bu yaşda, məsələn, mən belə qovraq qalmışam, maşallah. Zamandan ayaqlaşıram. Çox sağ olun. Nərgiz xanım,
Sizdən əvvəlki nəsillərin görünməklə bağlı olan, bəlkə də bu görünmək qayğıdır və yaxud da qayğını daha gənc olaraq daha fərqli görürsüz. Bununla bağlı nə deyə bilərsiniz? Mən Namik bəy dinləyincə düşündüm, amma mənim ətrafımda kimin babaları, yaşlı nəsillə əlaqəsi olan insanlar varsa, hamısı çox qayğı keçdilər onlara qarşı əslində. Hər bir işlərin görürlər, hər bir bayramda falan hədiyyəsi, necə deyim, çox xoşuma gəlir də. Mənim özümdə yenə deyim, yoxdur hələ bir nümunə, özümü bir nümunəyə gətirə bilməyəcəm çox təəssüf ki, amma yaxınlarımı çox sevirlər öz babaların, nənələrin, qayğılarına da məncə çox yaxşı baxırlar. Amma doğrudan da çox pis haldır ki, bəzən metroda, avtobusda siz özünüzü belə də diqqətsiz hiss edirsiniz. O da nə deyək, tərbiyədən asılıdır məncə. Nərgiz xanım, belə bir sual vermək istəyirəm. Dediniz ki, futbologersiniz. Bəli. Qayğı həm də yemək deməkdir, yeməklə münasibət deməkdir sizcə və bunu sizin də qeyd elədiniz ki, babalarınız, nənələriniz yoxdur, amma bu sizdən sonraki gələn nəsilə bir nümunədir ki, yeməklə o qayğını göstərmək. Biz bu cəmiyyətdə böyümüşük ki, yaşayırıq ki, bizdə yemək xüsusi bir mədəniyyətdir, o qayğını göstəririk. Yemək bişirməklə, yemək təqdimatı ilə, stol açmaqla. Siz bu barədə nə düşünürsünüz? Mən öz tərəfimdən onu deyə bilərəm ki, mən bloqum üçün çox yemək bişirirəm və bəzən çox böyük miqdarda bişirirəm. Mən o qayğını nədə görürəm? Əgər mən yemək bişirirəmsə, vaxt ayırıram, hər bir şeydən yığıram, biraz aparıb valideynlərimə verirəm, bacıma verirəm ki, onun 2 balaca uşağı var, məndən yaşlı böyükdür. Onda mən özümü daha rahat hiss edirəm ki, o yeməyi tək yemədim, bölüşdüm və onlara da rahatçılıq verdim. Eyni zamanda da məncə babaları, nənələri olan, hətta yeməklə əlaqəsi olmayan insanlar arada bir babalarına, nənələrdən dadlı bir şeylər hazırlayıb ya da hansı bir restorana apara bilərlər, yaxşı vaxt keçirtməyə onlara köməklik edə bilərlər. Belə. Namik bəy, ailənizdə, həyatınızda bu yemək, qayğı, bu şeylər yaşayırsınız və bununla bağlı gənclərə gəncliyi necə görürsünüz, gəncləri necə görürsünüz? Gəncləri deyəndə indi valla bizim yaşda nəsildə olan insanlar belə şeylərlə pərgardırlar. Yəni ki, böyük məmnuniyyət eləyirlər. Zamanlar biraz bu şeylərə yaxın durmurlar o qədər. Qız uşaqları adətən evdə ananın yanında olurlar. Mənim məsələn şəxsi evdə bir qızım var. Mənim 4 uşağım var, 3 oğlum var, bir qızım subayda evdədir. Yəni o şəxsən anasına hər şeydə kömək eləyir. Ev yığışdırmağında mı, xörək bişirilməyində mi, məsələn anası işdən gələnə kimi özü hazırlayır. Çox istərdim gənclər valideynlərinə kömək eləsinlər. Sözcə oğlanlar indi fiziki kömək eləyə bilərlər də, xörək bişirmək yox. Amma qızları belə görmək daha xoş olardı. Məncə belə olsa daha yaxşıdır. Çox sağ olun. Nərgiz xanım, sizin üçün bugün sizdən əvvəlki nəsillərdən görmək istədiyiniz qayğı, görmək istədiyiniz sevgi hansı formada olmalıdır əslində? Necə istəyərdiniz bu olsun? Çətin sual oldu biraz. Anlayış məncə. Biraz zamanəyə görə bizləri anlamalarını istəyərdim. Çünki onların da zamanəsi çox çətin olub. Amma bizimki də özümüzə görə olduqca çətindir. Zamanə çox belə qarışıq zamanədə yaşayırıq. Onun üçün də məncə anlayış. Anlayış deyəndə həyatla bağlı anlayış, davranışlarla bağlı anlayış və yaxud Yox, da... hələ davranış var ki, onu anlamaya bilərlər. Bəli, düzdür. Yəni, ümumiyyətlə, metroda kimsə yol vermirsə, məncə bəli, onu anlamaq düzgün olmayacaq. O artıq düzgün davranış deyil qabağındakı böyük insana qarşı. Amma bəzi məqamlarda anlamaq olar. Yəni, sənin nəvən xaricdədirsə, səndən az-az danışırsa, vaxt ayıra bilmirsə, bir qədər onu məncə anlamaq olar. Bəlkə vaxtı yoxdur, bəlkə problemləri var.
Yəni qayğı deyəndə qayğı sizin üçün bərabər də anlayışa. Bəli. Namiq bəy, qayğı məsələsi sizcə üçüncü baharını yaşayan insanlar, yəni daha yaşlı nəsil gənclərə, özündən sonrakı nəsillərə necə formada qayğı göstərməlidir sizcə? Vallahi mən sizə deyim də, bu belədir ki, məsələn üçün hər kəsin evində gənc nəsil var, bizim üzvlərimizin. Onlar görürlər, məsələn, biz nə böyük ruh yüksəkliyi ilə gəlirik bura. Yəni, çəkiliş olmasın başqa bir şey üçün. Məsələn, biz poeziyanın üzvüyük, biz poeziya ilə məşğul oluruq. Məsələn üçün, mənim qızımın o qədər marağı yoxdur o şeyə. Məsələn, mən həmişə ona deyirəm ki, qızım, ədəbiyyatı bilmək lazımdır, şeiriyyatı bilmək lazımdır. Bunlar hamısı önəmli şeydir. Çünki bizdən öncə bunlar hamısı olub. Amma indi sizin marağınız, indi bilirsiniz zaman dəyişib. Ben heç kimi günahlandırmıram. Bu televiziya, texnika, bu telefon, bunlar hamısı marağı öldürüblər. Amma bizim marağımız tamam başqa idi. Bəs Namiq bəy, necə qayğı göstərirsiniz daha gənc nəslə, daha sizə? Vallahi deyəndə ki, Necə qayğı göstərilməlidir ümumiyyətlə sizcə? qayğı çəkirik biz hamımız, yaşlı insanlar. Mən inanmıram ki, bizdə məsələn üçün yaşlı insanlar qayğısı olsunlar. İstəyir öz uşağı olsun, istəyir qeyri uşaq olsun. Biz hamısına bir gözlə baxırıq. İstəyir o uşaq saf böyüsün. İstəyir qızı, istəyir oğlanı. Həyatda düzgün yol tutsunlar. Dövlətə məsələn üçün xalqına diqqətli olsunlar. Məncə belə olmalıdır da uşaqlar. Bəzən Namiq bəy, qayğını gənc nəsil daha təzyiq olaraq qəbul edirlər. Bundan razısınızmı? Siz yox. Mən sizə deyim də, deməli, indiki uşaqlar bəzən deyirlər, sənin dövrün deyil indi. Mənim payıma düşən sözdür. Mən hərdən deyirəm, nəvələrim var da indi. Ay baba, sənin vaxtın keçib də belə, sənin dövründə belə idi filan. Amma mən ona çalışıram. Belə də Rus demişkən, stimul verirəm ki, sən düzgün deyilsən də, sən mənə bax, özün üçün bir şey götür oradan. Şübhəsiz ki, uşaqların marağı tamam başqadır. Onun nə günahı nə məndədir, nə uşaqlardadır. Zaman bunu belə gətirir. Bəs bu sizi kədərləndirir ya da hirsləndirir, aqressivləşdirir Yox, mən ki... kədərləndirmə, mən heyfslənirəm. Mən heyfslənirəm, bəli. Çünki mən öz dövrümdəki uşaqlığımı bax, yadıma salıram. İndikilərə baxıram. Biz çətinliklə böyümüşük. Atam represiya olub, tutulub. Atandan atana gəldi, nəysə bir 2 il yaşadı, öldü. Anamın biz himayəsində böyümüşük. Bizim anamız bizə hər dəqiqə bizə ancaq ədəb, ərkan, özü necə aparmaq, məktəbəmi, küçədəmi. Amma indiki uşaqlar valla qınamaq olmur da. İndiki zaman çox böyük inkişaf var. Çox. Və çox böyük fərq görürsünüz orada. Çox böyük fərq var, çox. Olduğu qədər. Çox sağ olun Namiq bəy. Məqsəm, böyük fərqdən danışdı Namiq bəy. Nəslə az böyük fərq, fərqli gedən inkişaf və daha əvvəlki nəslin verdiyi qayğını gənclərin daha fərqli formada qəbullanmağı və ya qəbullanmamağı. Bununla bağlı nə demək istəyirsiniz? İndi zamanə biraz çox sürətli gedir. Ona görə də indiki zamanə ilə o bir keçmiş zamanəni müqayisə etməyi mən heç sevmirəm. Çox böyük ara var arasında. İnsanların xarakterində də, temperamentində də məncə çox böyük ara var. Ona görə də məncə babanın indi nəvəyə bir şey deməyi də çox düzgün haldır. Deməlisiniz, bəli. Bəli. Amma paradoks ondadır ki, nəvə praktikada özü belə necə ayağı pavuçuğa batmayınca onu siz başa düşməyəcək heç vaxt. Məncə bu reallıqdır. Həmişə də məncə belə olub.
baba çox deyə bilər, nənə də çox deyə bilər, valideynlər də deyir, amma sən gedib özün o təcrübəni yaşamayınca sizin sözlər. Amma nə vaxtsa təcrübəni yaşasa, deyəcək, hə, o vaxtda mənə babam demişdi, kaş mən onu qulaq asaydım. Belə bir reallıq var ki, amma bizim nəsillərdən nəsilə zəncir olaraq ötürülür. Bütün dəyərlər, bütün belə deyim, genetikaya oturmuş bütün fikirlər, ənənələr, hər şey. Bunu nə qədər inkişaf getsə də biz o coğrafiyadan, o coğrafiyanın verdiyi dəyərlərdən İstəsək də, istəməsək də çıxa bilmirik. Necə edək ki, həm o gənclik inkişaf etsin, həm də o nəsillərdən gələn dəyərlər, nəsillərdən gələn çox xüsusi olan ənənələr ötürülsün. Bununla bağlı nə demək istəyirsən? Namik bəy, birinci sizi dinləyək. Mən deyim də sizə də, xanım məndən inciməsin. Deməli, mən ancaq bunu valideyndə birinci görürəm. Gənc analar, atalar bunu həmişə öz övladlarına yeritməlidir bu sözü, başa salmalıdır ki, oğul, qız, bax, bu yol belədir. Bunu belə eləmək lazımdır, bunu belə eləmək. Çünki mənə deyir, sənin vaxtın keçib. Amma atasının, anasının vaxtı keçməyib bax elə. Deməli, ata-ana deyən, tez çatar ona, nəinki mən deyən. Ona görə mən məsləhət eləyərdim ki, gənc valideynlər... O zəncirlər itməsin, yəni. Bəli. Gənc valideyn çünki məndə görüb, mənim evladım görüb məndə bunu, düzdür. O gərək ondan bir ibrət götürsün ki, öz evladına da onu aşılasın. Düzdür. Məncə belə olar. Nə demək istəyirsən? Məncə də düzdür. Baba öz uşağına, baba və nənə öz uşağına onu ötürür. Bəli. Və sonra onun uşaqları öz uşağını ötürür, belə deyək də, öz nümunəsi ilə. Dayanmadan deməklə yox. Dayanmadan deyəndə adam bezir. Öz nümunənlə, yerində demək və ancaq nümunənlə məncə ötürmək olar hansısa bir dəyərləri, bir tradisiyaları, belə deyək. Namik bəy, sizdən sonraki nəsillər üçün qayğı anlayışını necə ötürmək istəyirsiniz? Necə versinlər özündən yaşlı nəsillərə qayğını və yaxud da bu qayğının adını dəyişdirib sevgi qoyaq, bunun adını Bunu dəyişdirib yaşayıb hörmət görmək qoyaq. lazımdır. Nə deyim, valla mən çox çətin məsələdir. İndi gənclər tamam başqa ruhda böyüyürlər. Birinci növ onlarda maddiyyat var ki, pulum olsun, işim olsun, maşınım olsun. Bizdə belə şeylər olmamışdı. Biz ancaq oxumuşuq, işləmişik, ailəmizə kömək eləmişik. Çox istəyərdim, onlar da məsələn üçün, heç olmasa biz görəni bir 10%'in onlar da eləsinlər yaşdaşlığı vaxtlarında. Bunun adını bəlkə də dəyişdirib qayğı yox, daha çox alışdığımız hörmət qoyaq, daha çox alışdığımız diqqət qoyaq. Nəsə başqa bir şey adında adı altında da olsa. Bu məcburiyyət deyil, bunu uşaq anlamalıdır da. Bayaq mən xanıma da dedim, bunu gənc valideynlər özləri xırda deyə onun yaddaşında qalacaq. İstər istəməz. Hasansa deyəcək, hə, falan yerdə anam belə demişdi, ya atam belə demişdi. İnanırıq ki, yəqin ki, belə olar da gələcəkdə evlatlarımız da düzəməlli olarlar. Yəni ki, fikirlərində. Nərgiz xanım, gənc nəslin üçüncü baharını yaşayan nəslə, ola bilər yaxın ətraflar, ola bilər öz nənələri, babaları və yaxud da yaxın ətrafına necə Namik bəylə bunun adını həm qayğı, həm diqqət, həm sevgi, həm hörmət adlandırdıq. Necə göstərə bilərlər bu qayğını, diqqəti, hörməti? Necə göstərməlidirlər? Tövsiyəniz nədir? Məncə nəvə ümumiyyətlə də bir evdə böyüyürsə, babasını, nənəsini tanıyır, görür onlar nə sevir. Nə bilim, baba film sevirsə, babanla heç olmasa 2 ayda bir dəfə kinoya getmək olar. Nənə gülləri sevirsə, nənənlə hansısa qəşəng gül bağına getmək olar. İmkan varsa rayona getmək olar. Nə bilim, bayramlarda yığışmaq mütləq. Bizdə o dəyər ölüb, mən özüm də çox cavan olsam da heç sevmirəm. Hansısa bayramda kimsə
passiv qalanda. Mən üçün bayramlarda hamı yığışmalıdır. Kim uzaqdadırsa gəlməlidir. Bacarmırsa, heç olmasa telefonla danışmalıdır. Elədir. Məncə ailə bir-birini tanıyıb, bir-birinin istəklərini ona bəzən hədiyyə eləyə bilər. Belə deyək də. Namiq bəy, sizcə daha çox yaşlı nəsil gənclərə diqqətini, qayğısını göstərməlidir və yaxud da yoxsa onlar gözləməlidir ki, onlar bir həyat yolu keçiblər, onlara göstərilsin o diqqət, qayğı? Vallahi necə deyim mən sizə. Deməli biz elə hər addımımızda çalışırıq evlatlarımıza, nəvələrimizə o yolu göstərək ki, bu yol budur, ayaq o. Ay belə. Məncə onlar görürlər hamısını. Yəni sizdən o qayğını görürlər. Görürlər, əlbəttə ki, görürlər. Məsələn, mən nəvəmə mütləq zəng eləyirəm. Hərdən atasına deyirəm, oğlu o deyinə, mən hələ sağam ha. Bir zəng eləsin də bir. Görürsən sabahsı gün zəng edir. Ha, baba necəsən belə falan fişmişkən. Deməli, bunu yenə də yəni mən gəlib çıxıram. Gənc ailələr evlatlarına ancaq bunu aşılamalıdırlar. Demək olar ki, hər gün böyükləri axtarmaq lazımdır. Başqa cür ola bilməz. Çox sağ olun. Neyse, son olaraq nə demək istəyirsiniz? Üçüncü baharını yaşayan insanlarla münasibətə, qayğıya, bununla bağlı nə fikriniz var? Son olaraq nə demək istəyirsiniz? Bura gəlməmiş sualları mənə göstərəndə orada bir sual var idi ki, üçüncü bahar yaşayan insanlar necə bir qayğı istəyir də, maddi yoxsa mənəvi. Amma bu bizim kiçik söhbətdən sonra mən anladım ki, babaya sadəcə mənəvi bir qayğı lazımdır. doğru. Sadəcə nəvələri ona zəng eləsin, soruşsun, ay baba necəsən? Ona görə mən prosta o suala özüm cavabımı almış oldum. Məncə bir çox nənələr, babaların istədiyi şey belə cözi bir şeydir. Sadəcə Kiçik axtarılmaq, qayğı. belə də kiçik qayğı. Onu da eləmək çox məncə mümkündür, çox asandır. Nə var ki, onu eləməyə? Namiq bəy, təşəkkür edirəm. Siz hal-hazırda yaşınızın və ruhunuzun birlikdə vəhdətini göstərdiniz mənə. Çünki düşünürəm bütün izləyicilərə. Çünki yaş və o ruhunuzun cavanlığı, orada hələ bundan sonra yaşamaq istədiyiniz çoxlu məqamlar və əminəm ki, sizin yaşda, sizin nəsildə olan üçüncü baharını yaşayan insanlar, hansı ki, bəzilər depressiyadadır, bəzilər evdən bayıra çıxmaq istəmir. Sizi izləyəndən sonra onların həyata olan həyat eşqi, həyatdan yenidən nələrsə başlayıb uşaqlıq arzularını, gənclik arzularını həyata keçirtməklə bağlı əminəm ki, istəkləri olacaq, arzuları olacaq. Təşəkkür edirəm bunu bizə göstərdiyiniz üçün. Çox sağ olun və gəldiyiniz üçün, həm söhbət olduğunuz üçün. Bugün biz ailə dəyərləri, nəsillər arası qayğı, nəsillər arası hörmət, diqqətdən danışdıq. Təşəkkür edirəm. Növbəti podkastlarda görüşənə qədər.